İldə əmək haqqı yüksək olan peşə, informasiya kommunikasiya texnologiyaları, mühəndislik, memarlıq, proqramçılıq və layihə idarəçiliyinə dair sahələr olub. Növbəti 5 ildə isə bir sıra sahələr dövlətin əsas prioritet siyasındadır. Bu sahələr həm gəlir gətirəcək, həm də yeni iş yerləri açacaq. Sözü gedən sahələrdə əmək haqqı daha yüksək olacaq. Bunlar hansılardır? Sujetimizdən öyrənək. Bu il işə götürənlərin ən çox ehtiyac duyduğu sahələr satış və mühasib üzrə olub. Ən yüksək orta əmək haqqı isə İKT, mühəndislik, memarlıq, proqramçılıq və layihə idarəçiliyi sahələrində baş verib. Əmək bazarında tələbat, maliyyə, sığorta, emal sənayesi və tikinti sektoru olub. Əmək əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2025-ci il üzrə aparılan iş elanlarının təhlili belə deməyə əsas verib. Təhlilin nəticələrinə əsasən əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən məsələlər isə bank və otellərdir. Növbəti 5 il üçün əsas hədəflər də açıqlanıb. Bu əsasən idxalın əvəzlənməsi ilə bağlı olacaq. Bu zaman həmin sahələrə tələbat artacaq. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə qarşıdakı illərdə emal edici qida sənayesi ilə yanaşı yüngül sənaye daha çox inkişaf edəcək. Tikinti və xammal sektoru, o cümlədən nəqliyyat və logistika sahələrində əmək haqqının yüksək olması ilə yanaşı bir sıra üstünlüklər də olacaq. Gözlənir ki, inşaat sektorunda, beləcə də mühəndisliklə bağlı peşələrə tələbin artması müşahidə olunacaq. Çünki praktik olaraq Azərbaycan iqtisadiyyatında növbəti illərdə də əsas driverlərdən biri inşaat sektoru olacaq və inşaat sektorunun daha çox sərmayənin cəlb edilməsi, daha çox iş yerləri deməkdir, daha çox ixtisaslı kadrların tələbin artması anlamına gəlir. Xammal sektoru ilə yanaşı emal və istehsalat sahələri də inkişaf edəcək. Ekspertlər bildirirlər ki, soyuducu anbar kompleksi yönümlü tikililər çoxalacaq. Nəticədə ölkəmiz daha çox əlavə dəyər yarada bilən məhsullarla dünya bazarında payını artıracaq. Ölkədən yük daşımaların artması hesabına həmin yol üzərində yerləşən təsərrüfatların da, eyni zamanda qurumların da nəticədə əhalinin rifah halında artması gözlənilir. Həmin sahələrdə işçi qüvvəsinə ehtiyac olacaq. Bunu mütləq qaydada qeyd etməliyik. Əsasən idarəetmə sahəsində mühəndislik, texnoloji avadanlıqlar, texnologiya, xüsusən texnoloq istiqaməti üzrə hesab edirəm ki, ehtiyaclar olacaq. Qeyri-neft sektorunun inkişafı da əsas hədəflərdəndir, xüsusən də yaşıl enerji sahəsi. Önümüzdəki illərdə, yaxın gələcəkdə Azərbaycanın alternativ enerji istehsalı artıq 1 giqavata çatacaq enerji istehsalı gücü. Və hədəf ondan ibarətdir ki, alternativ enerji sahəsində 2030-cu ilə qədər 7 giqavata qədər ölkəmizin alternativ enerji potensialı reallaşdırılsın və buradan hasil olan enerji Avropa ölkələrinə, qonşu ölkələrinə ixrac olunsun. Bununla bağlı Azərbaycanda bir neçə il əvvəl dövlət özəl tərəfdaşlığına əsaslanan qanunvericilik qəbul edilib və bunun əsasında xarici investorlar artıq Azərbaycana gəlir. Dövlət proqramının icrasından irəli gələrək hazırda Qarabağda çalışan sahibkarlara 10 illik vergi güzəştləri tətbiq olunur. Dövlətin bu cür stimullaşdırıcı tədbirləri isə ixrac imkanlarını genişləndirməklə qeyri-neft sektoruna marağı 1-5 artıracaq. Bu isə ölkəmizin iqtisadi inkişafına töhfə verəcək.